Boğazda başlayan, daha sonra ayaqlarda, dizlərdə kəskin ağrı, yorğunluq, yüksək hərarət, öskürək, qan təzyiqi və ürək döyüntüsünün artması, üşütmə kimi halları ilə müşahidə edilən mövsümi grip kimi qeyd edilən infeksion xəstəlikləri son dövrdə çoxalıb. Bu səbəbdən Mərkəzi Xəstəxananın yoluxucu xəstəliklər şöbəsi ilə birlikdə böyük kəndlərdə fəaliyyət göstərən ailə sağlamlıq mərkəzlərində bu infeksiyaya qarşı mübarizəyə başlayıblar. Əməkdaşlarımızın Qazax rayon 2-ci Şıxlı kəndi ailə sağlamlıq mərkəzində olub. Bəs burada ilkin tibbi yardım üçün hansı şərait var? Xidmət sahəsi əhali müraciət edir, gəlirlər. Normal şəraitimiz də var. 3 həkim xidmətlərində durur. 11 tibb bacısı var. İlkin tibbi yardım kimi elə bil ki, yüngül xəstələri özümüz müalicə edirik. Biraz ağır, pnevmoniya formasında olanı da rayon mərkəzinə göndəririk. Öksürək kəsmir, temperatur düşmür, halsızlıq. Bax bu halda nə edirsiniz? Bəli, biz indi həkimlərin səyi nəticəsində sistemlər asılır, yüngül iynə dərman olunur. Gördük, dediyim kimi, pnevmoniya formasıdır, bronxial asmadır. Bunlar hamısı rayon mərkəzinə gedirlər. Orada həkimlər var, əlaqə saxlayırıq. Təcili yardım da sağ olsun, onlar da gəlir, köməklik edirlər. Yəni aparırıq. Elə bir çətinliyimiz yoxdur. Peyvənd otağımız var. İndi qrip peyvəndi gəlibdir. Əhali arasında təbliğat eləmişik, gəlib vuracaqlar. Yəni öz işçilərimizə vurulubdur. İndi də 50 doza gətirmişik. Sakinlərə vurmaq üçün. Qeyd edək ki, artıq kəndlərdə qripə qarşı vaksinlər göndərilib. Bu sahədə əhalinin peyvənd edilməsi ilə bağlı təbliğat işləri davam etdirilir. Kamran Əskiparalı, Sənan İsmailov, Əcər Həsənova bugün informasiya proqramı üçün.